Ağaçların budanma məsələsi, vaxtı, qaydası, texnikası, necə budanılması, nə vaxt budanılması haqqında soruşulur. Əlbəttə, yaxşı olar ki, bitkilər nisbi sükunət dövründə, yəni payız-qış mövsümündə budanılıb tam başa çatmalı və sonra isə onlara lazım olan dərmanların, preparatların tətbiq olunması yaxşı nəticə verir. Bəs budamanın aparılma qaydası necədir? Budamanın aparılması qaydası ayrı-ayrı bitki cinslərində uyğun budamaların tətbiq olunmasıdır. Məsələn, bu yanında dayandığımız şəftəli bitkisi. Şəftəli bitkisi üçün ən gözəl budama üsulu kasa formasının verilməsidir. Amma elə bitkilər var ki, onların böyümə gücü, böyümə istiqaməti tamamilə fərqlidir. Həmin bitkilər, yəni düzünə, dikinə böyüyən bitkilərə kasavari formanın verilməsi məqsədə uyğun deyil. Məsələn, o bitkilərdən indi göstərəcəm sizə ki, dikinə böyüyən bitkilər ən sadə formada yaxşılaşdırılmış kasavari formanı daha yaxşı götürə bilirlər. Niyə? Çünki bax bu bitkilərin lideri götürülürsə, bu formanı verirsənsə, bu tabi olan formadır. Yəni mübarizə aparmır bizə qarşı. Amma elə bitkilər var ki, biz kəsdikcə, bu formanı verdikcə yatmış tumurcuqlardan əlavə zoğları əmələ gətirir. Çətirin daxilində sanki bir şəllik yaranır. Bax bunlar olmasın deyə hər bitkinin özünün cinsinə uyğun, calaqaltının tipinə uyğun, boyuna uyğun, düzgün çətir formasının verilməsi vacibdir. İncə qeyd elədiyim, yəni bitkinin təbii böyümə xarakterinə uyğun, dedik ki, çətir formalarının verilməsi vacibdir, budanılması vacibdir. Bax, o bayaqkindən fərqli olaraq burada da gördüyünüz armud sortu dikinə böyüyəndir. Biz əgər bunun bu hissəsindən bu şax budağını götürüb, bunu aşağı salmaq fikrinə düşsək, bizə bu tabi olmayacaq. Deməli, biz buna uyğun çətir forması, yaxşılaşdırılmış kasavari formanın verilməsini məqbul sayırıq. Belə olan halda bitkinin çətiri daxilində heç bir sıxlıq yaranmır. Sıxlıq olmayan yerlərdə də günəş şüası ilə təmas, havalanma, işıqlanma yaxşı olduğundan fizioloji proseslər çox normal gedir və fizioloji fəal radiasiyanın aktivliyi yüksək olur. Bu da bitki üçün üzüm maddələrin toplanmasına, meyvənin yetişməsinə, gələcək meyvənin əsasını qoymasına, bütün bu göstəricilərə öz müsbət təsirini göstərir. Ona görə də fermer və sahibkarlarımız tövsiyə olunur ki, bitkilərin cinslərinə, calaqaltılarına uyğun, düzgün formanın verilməsində diqqətli olsunlar. Bu işlərdə bizim fermer və sahibkarlarımızın hər hansı bir çətinliyi olarsa, bizim Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq Kafedrasına müraciət edə bilər və biz onlara əlimizdən gələn bütün köməkliləri etməyə hazırıq.